Burası laf lötkəzat lazımdır. Bizdə də basıb su. Dağaraq. Neyini öley? Ben yaşamayayım. Bizdə də basıb. Prosto o baktığımız kimi dördə. Burada şey çok yağır da bacı. Partiyarsan da ışığı azı bu ışığı öyrəşib. Bizdə də su axır. Prosto lap belə lisan şey dördə. Bir damcı buradan bıraxıb. Bir damcı buradan bıraxıb. Deyə görsən. Yəni çox dördə. O birisinin evi vapşı dəniz idi. Bir damcı da. Polisiyle ve beyazdan özümü yandım. Bizde de akır. Az keyfeliyle elle gelen toy bayramdı. Ben beyazdan o için gülürüm. Keyfeliyim bacı qurban. Atalar ne deyip? Elle gelen toy bayramdı. Ama bu günümüze şükür. Vallahi ben burada gördüm de cəmaatın evi nə vəziyyətdədir. Evin içi dənizdir, göldür. Yani onlara baxanda bu vəziyyətə müşkül. Bir damcı düşüb də damcıdır. Əski atmışam. Bu aboylar atıp yaydı, bu aboyları inşallah dəyişəcəm. Bu arkada görürsünüz bu paneli. Bak bu panelden vuracağım. Bu panelden. Bu panel çok güçlü, yaxşı idi. Nem çəkmir. Bomba şeydi. Bak ora görürsünüz, bak attı aboylarımı atıp. Buna bakın. Gösterim. Buna bak. Görürsünüz aboylarımı atıp. Bak. Atıp. Ama buna bak. Bombastik. Bak bundan lazımdı. Materyalına bak, qapqalın. Düzü bahalıdır. Ama ha bacı. Yayda inşallah bunu sökeceğim. Bir damcı, bir tane bu divara. Oy. Bir tane bu divara lazımdı, bir de o divara. Все. Vuracağım ondan. 3D panel gelir. Qonşuya niyə verirəm ay bacı tortu? Qonşu evində tort pişirəndə mənə verir. Özüm yiyəcəm. Qoyacağım xaladeynikə bir ay yiyəcəm. Qonşuya verərəm bir qismat. Ha! Ha, yemeğini kurtarıp gözle verin. Ha! Oo, Allah sen sağ ol. Bir şey heyler gelip. Ha? Allah. Yemeğini verim, yemeğini kurtarıp bakın. Az koy tort gelsin de tort hele yolda da 52 dəqiqə çalacaq tort. Yaxşısı elə emosiyadır. Aboy bax görsən problemdir. Mən. Peki. Ya bu yağışsa kəssəydi. Bezdik daha. Yaxşıda yardım tozlar sakitləşə yanırsa diyan. Sağ ol. Sənin yağı hələ. Tamam görüşüləcəksiniz. Of. Necə tanıtırıcı havadır bazı. Həyatı çıxa bilmirsən, pəncərəni aça bilmirsən. Ev soğuk. Bu otaq çox yaxşıdır. Bu otağa su damır. Bu otaq yaxşıdır. Spalni mama damır. Mən keçən il yayda
O küçədən də su batdım. Küçədən su batmışam. O yağış hardan damır mənə çatmır. Bax bu su hardan damır mənə çatmır. Yox, həyat evidir, bina evi deyil. Bax, bura hardan damır? Damdan andıra qalsın. Bax bu küncdən gəlir. Bu küncdən. Eva oradan tökülür. Keçən illə buradan tökülürdü. Bax görsən işıq xarab olur. Bax buradan. Bizdə də elədir. Bakıda 70% evlərdə belədir. 100% ya qırıq deşiyi var, ya da o dama şiferə mismar vururlar. O mismarın deşiyindən tökülür. O silikonlanmalıdır, yoxsa qırlanmalıdır mı, nə olmalıdır, ondan olmalıdır. Bunu yazacağım yox. Ya mismarın yerindəndir. Ay Allah, şalvarımın arxası qopub. O kadar lastinamın arkasındaki bu ağ şeye takıldınız ki kopur. Dediz şalvarın arkasındaki nedir? Ne diyorsun da bilmiyorum, kopur olmuyor. Tortumuz gəlir, qəşəng çayla içək. Sağ olsun tort evin evçilər. Səhifəsini tez-tez paylaşıram, etiket edirəm. Qəşəng tortlar olur. Bir dənə dadlı tortlar olur ki, gəl görəsən. Keçən səfər Asena Gildə olanda marojnalı tort göndərmişdi. Marojnalı tort. Bax, həmən xanım göndər. 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 İstedim, koftanı dəyişim, kofta istedim mən. Biçdim. Hava soyuqdur, marojnalı eləmədim. Hə? Bu dəfə nəli eləmişsən? Sən lənətə gələsən, Jack. Bu ne diye, kimin evinin damından yağış damır, düzünü desən. Bu yağışda tortdan çayın öz yeri var. Bizdə, bizim bacım. Çok. Az hamımızın damı axıdır ki, balkonumuzu. Bizim canımız sağ olsun. Nağara öldürmeyecek sözümüzü. Yağıştı da. Hava isinecek, vurup gelecek. Nağara. O vaxtı mən uşaq vaxtı xalamgildə qalardım. Xalamgildə bina eviydi. 5 mərtəbəli binanın 5-ci mərtəbəsi. Yadıma onlar düşdü. Az qalıb 18 dəqiqə. Gəlsin. Çox sağ olun Samir bəy. Yağış yağanda bax onların da damından, patolokundan damırdı. Evə vannalar, vedrələr qoyurduq. Nə qədər qar qazan var. Özü evləri də böyük idi. Geniş otaqları var idi. Bütün evin ortası var belə qazan, ləyən, qazan, ləyən. Ay Allah. O da kövrəncəli bacı. Yaxşı ki, kravatın üstündən zada damır. Az qalıb 18 dəqiqə. Hə, musiya vursaq keçib gedəcək. Samir bəy cəmatın evin cibini sənə gündədir. Sadəcə bir abuşluqda ev dizə kimi sudur cəmatın evi, xalqın evi. Yəni, onlara baxanda bu evim müşkür. Bir damcı damır. Hə, bizdə şükürlüdür. Cəmatın evi vapşı su apar. Bugün de şükür. Onlara baktım, şükür elədim. Bugün Allah şükür.
18 dəqiqə tortumuz gəlir. Bir dənə qızlar, koftamı dəyişim gəlirəm. Paltar məni istilik verir. Qoy koftamı dəyişim gəlim. Yaxşı gördüm, qalın palver giyindim. Ne oldu bu səsinə? Az yazıqdır, gedin təsəlli verin. Valla pis oluram. Mənim ürəyim andıra qalsın, bacı. Nilana, yazıqdır. Allah haqqı, adam pis olur. Nə də olmasa, qırğına da çıxsaq gətirib mebel verib mənə. Yazıqdır. Təsəlli verin. Bizdən kim varsa gedin təsəlli verin. Sağ ol aşkım, sən nasılsın? Mən koftamı dəyişim gəlirəm. Gedin təsəlli verin. Aşağıda burada özümüzük. Mənim də ona zəhləm gedir. Bir qaşıq suda boğaram. Zəhləmin zəhləsi gedir ondan. Amma bilmək olmazsa bax başımıza nə gələr. Dara düşüb də, yazıqdır. Yəni bizim barışmağımız söz konusu belə deyil. Yəni onun dəstəkçiləri var ki, mənim abijniklərimdir. Yəni bizim barışmağımız söhbət olub, o dostluğunu 5-10 manata satan adamdır. O 5-10 manata görə məni də satdı, hər şeydə o dəstəkçi abijniklərə. Adamdır da. Adamın yazığı gəlir, pis olur. Kim ad çəkə bilmirəm də, burada olanlar varsa onlar desin. Biz öz böyüklüyümüzü göstərək. Nə bilim. Ona təsəlliniz padruqaları verir. Mən burada deyirəm, gedin onun təsəlli verin. Onun çatını yazına bax. Dərdin, qəmin onun geçsin canına. Onun canına geçsin. Bu bizim ürəyimiz, bu da onların ürəyi. Görsünüz. Real Azərbaycan. Dur cəhənnəm, dur çıx bayrağa. Davay uçdu. Yüz verdi ya, bunu yazsın o profilini. Ona təsəlli xalalar versin. Uçdu, atdıq bloka. Sadəcə yazığım gəldi. Mary 3 çok sağ ol. Biri yazır ki,
təsallı olaraq lotka alıb göndərək. Nə ifritəsiz? Düz deyirsiniz Ayzəriş, düz. Mən prosto suya düşmüş siçan kimi oturub ekrana baxır, adam ürəyə axıyır. Nə bilim. Mənim də evimi yayda su basmışdı. Yağışdan yox, elə bir krandım açıq qoyub getmişəm, su gəlmirdi. Getmişdim Arzu gilə. Qaydanda gördüm ki, vaxtsa evi su basıb. Toçun bax onun evin günündəydi. Dizə kimi ev suydu. Bir zulumla o suyu təmizlədim, atdım. Prosto mənim bəxtim gətirdi ki, yay vaxtına düşdü. Bir həftə qapı pəncərəni açıq qoydum. Qurudu. Amma bu vaxtı ki, evi su bastı, getdi də o ev. Hava da istidir ki, qapı pəncərəni açasan, o başqa səhifəsində daha birisi. Amma bu vaxtı ki, evi su bastısa, o evi qurutmaq getdi. O ev getdi. Prosto mənim başıma gəlib, bilirəm də o necə stres əsəddir. Adam o mamasına yazığı gəlir. Bacı, ona sənin fanların, xalalar təsəlli verir. O da düz söhbət. Gəlməsin yazığım. Axırıncı dəfə 18 dəqiqə qalmışdı demiş, dedilər. Can inan getdi. Deyəsən anasının uşağını göndərdi. Soruş bacı, soruş. Yazığın gəlməsin. Nə bilim, insanıq da. Videolarım sizə düşmür. Niyə ki? Leydi kimdir? Leydi əvvəl mənim dəstəkçim idi. Bir dəfə qapıma gəldi, mənə xəbər vermədən. Mən də bacı tanımıram, eləmirəm. Təşvişə düşdüm, yuxuluydım, açmadım qapını onun üzünə. Sözdə mənə turşu, mürəbbə zat gətirmişdi. Mənə xəbər ətər verməmiş. Alar moderatorlarımdan nömrəmi, konumu, gələr qapıya. Qapını da bilirsə necə döyürdü, elə bir alacaqlı kimi də, demədən ha. Mən də o ərifədə xəstə idim, soyuqlamışdım, qızdırmam zadım var idi. Qızdırmalı, burnum tutub fıtdığım axıb, siz də məni bağışlayın. Leyla adlı bir qız var o, bunun dəstəkçisi. İndi güya bunun dəstəkçisi. Kiminlə dalaşıram, gedir ona başını sığallayır. İndi də bunun başını sığallayır, nəysə. Hə. Qapıma gəldi mənə xəbərsiz ətərsiz. Mən də qorxdum, ay bacı, qapını açmadım. Qızlara yazdım ki, qızlar, mən bu qızı tanımıram, eləmirəm. Bu xəbərsiz ətərsiz mənim qapımda nə işi var? Mənim özümə niyə demir? Deyir, sənə deyir, dünən deyib ki, gəlirəm. Dedim, mənə deyibsə, mənim xəbərim olar da. Mənə deməyib. Mənə deyib ki, nə vaxtsa gələrəm. Deməyib ki, imini sabah gəlirəm. Mənim moderatorlarıma yazar, o vaxtı bilmirəm hansı moduma yazmışdı. Nömrəmi alar ki, bəs Müjgan xəbəri var. Nömrəsini ver, konumunu ver, gedim. Gələr maşını ilə qapıya, mən də açmadım qapını. Ondan sonra mənə tıncıq düşdü. Ondan sonra kiminlə aram dəymir, gedir onun başını sığalır, hədiyyə atır, həm 3K, 4K, həm 15 manat, 20 manat. Takıntılı. Bir ara bu bir yayıncı var idi, adını çəkməyəcəm, köhnələr bilər. Hə, o pəncərəmiz adı gəlib silmişdi, cəzalı pek oynayanda uduzmuşdu. Gəlib pəncərəmiz adı silmişdi, o ilə aramı vurdu, hədiyyə zad atdı elədi ona. Dedi, vəbşim, Müjganı tixa elə, o da bunun sözü ilə Alfonso tixa elədi. Hə, bir müddət ona hədiyyə atdı, onun modluğunu elədi. Sonra bir ara, nə idi o şeyin adı? Ləman adı pek oynayırdı, gədən adı nə idi? Nəsirov. Hə, Nəsirovla pek eləməyə başladım, keçdi onun tərəfinə, başladı üstümə yenə xal atmağa. Hə, indi bu.
Xaladır, yəqin ki xaladır da. Arıq-marıq bir dənə xalaydı. Yəni kafa takıntılı. Yəni ona ləzzət eləməmişdi ki, mən buna qapını açmamışam. O boyda xala gəlib qapıya, müjü buna qapı açmırdı. Mən üzünə qapı açmadığımdır. Tanımadığım adam ay bacı, o vaxt evində kamera zad da yoxdur. Mən qorxuram insanlardan. Plus da mənə deməyib gəlib qapıma. Mən ona necə qapımı aça bilərəm? Mənim yerimi siz olun. Tanınmış adamsan, sənin millət izləyir. Sən deməmiş, eləməmiş, getmişsən cəmaatın qapısına. Söhbətə bax, mən bazarlıq eləmişdim, xəstələnmişdi deyə qapısının əli dolu getmişəm. Səndən xahiş eləyən olmuşdu mənə bazarlıq elə gəl. Bir adamın özünə deyələr də. Hələ idi, həmən oldu. Qapıma gəlmişdi, qapını açmamışdım. Az o adını çəkdiyin kimi ilə mənim aram dəyir, o ilə onsa gedir sevgili olur. Bu neçənci sevgilisidir. Hansı kişi ilə salam eləyək eləyirəm, dalaşan kimi gedir o ilə sevgili olur. Bu Allah bilir neçəncisidir. Yaxşıdır da mən ayrıldıqdan sonra gedir qorxma deyir, başın zadı sığallayır. Onlar da məni unutmağı daha asan olur. Valla qarğıya oxşuyurdu da. Qarğa nə qədər gözəldirsə o qədər qəşəng idi. Belə uzaqdan görmüşəm pəncərədən. Qapını çünki açmadım. Pərdanın arxasına baxdım ki, qapımı gəlib dağıdan kimdir? Qapı döyməyində döymək təri var da. Biri var belə döyürsən, biri var qapını dağıdırsan. Lazım sən 2 sumka turşu alıb gəlmişsən deyə qapımı dağıtmalısan. Allah yaradıb ki, bəzilərinin yergöy boş qalmasın. Mən o zaman oxuyuram. Mənim elə bir qapım birbaşa kiçəyə açılır. Qapını döyən kimi səs evin içindədir. Yox, bugün dırnaq yox. Bugün istirahətdir. Bugün sabah istirahət eləyəcəm. Bəzən evimin yanına avtobus zad işləmir, yollar xarabdır deyə şey eləyirəm. Deyirəm, ay Allah, kaş bizim evin yolları düzələrdi. Amma belə şeyləri görürəm, deyirəm, yaxşı ki, yoxdur. Torpağımız gildi də, Balaxanın bir şey yaxşıdır ki, torpağı gildi. Torpağı gildi. İnşallah sərişim, inşallah göndərərsən. Nə bilim aşı, Allah hamının köməyi olsun. Mən heç kimə pisliyi arzulayan deyirəm. Heç kəsə. Allah bu düzgün yolda olmayanları da düz yola gətirsin, hidayət eləsin, onlara ağır fikir versin. Heç vaxt heç kəsin başına gələn bəlaya ay ürəkdən sevinim. Yox, o deyirəm. Üzdə onlara bəlkə də acıq vermək üçün özümü elə apararam ki, qoy yansınlar, amma ürəkdə sevinmirəm. Görsən, bəyəklər güldüm elədim, amma o deyirəm. Mən həmişə demişəm ki, mənim düşmənimi cəzalandırmaq istəyirsənsə, ay Allah, məni mükafatlandır, məni ucalt, qoy onları yansın. Elhamdülillah. Ən gözəl düşmənə ən gözəl cavab mənim qalxmağımdır. Bu da səbir. Bu da səbir. Həmişə demişəm. Demişəm, bax, kimisə başına bir hadisə gəldi. Ondan mənə nə xeyir var? Heç bir xeyir yoxdur. Kimsə yağışın altına qaldı, kimsə evi yandı, patladı. Kimsə maşını ilə getdi, moruqluğa 5.000, 10.000 ziyana düşdü. Mənə nəsə xeyri var, yoxdur. Lütfü, bunların başına bir müsibət gəlməyindən qoy mənim başıma bir xeyir iş gəlsin, bunlar başını çatlasın. Ən gözəl düşmənə cavab sənin uğurundur. Yaxşı, nətər yağır bacım, nətər yağır. Aynen Miro, aynen. Burası nə biləm əş. Tort gəlir də yolda da bana, gələndə görəcəksiniz. Nə olub, tort görməmsiz ömrünüzdə, ay Allah. Bir söz deməni peşman olursan, tort, gələcəkdən ha. Gələndə görəcəksən də, ifritən. Samolyotla gəlir xanım. Vertolyotla gəlir.
Biri mənim canım, bax, sən Allahın ədalətinə bax, qurban olum ay Allah. Bax, mənim canıma azlar demək istəyib, öz canına azlar oxudu. Buna bax, canına azlar yazmaq əvəzinə yazıb canıma azlar. Amin. Amin user, amin. Biz də deyilən duaya hə deyirik. Hamı desin amin. Amin. Görürsən? Çünki sən o sözün mənə düşmür deyə özün özünə yazdırıb. Bax, ilahi ədalət budur. Bu qurban oldum, Allah sizə nə qədər görk eləyəcək. Ay bacı, göydən odmu yağsın ki, düz yola gələsiniz. Amin user, amin, amin, min amin. Didi get. Çok. Qurban olum ay Allah, mən nəylə sınırsam. Allah, ne kadar güldüm bugün. Ay Allah. Ne kadar güldü yaz bugün az, ne kadar güldü. Sen gözüme yaş geldi, Allah aklına eylesin. Çocuk küçük Emrah kimi boynu büküp oturup yine. Bu sözleri hardan tapırsınız? O küçük Emrah'ın da bütün kilolarında neyse demeyeyim. 18 plus yazanları kızlar atabilirsiniz size. Hiç gelip yazı var. Həfsədəki mən atmalıyım hə bloka, bax bu tərbiyəsizləri, bloka. Tutun temanı, mama məsələsi. Əmrahın bütün kinolarında o sarı saqqallı kişi çəkilir pis rolda. Bir də maması çıxdı. Nə məsələdir bilmirəm bacı. Niyə bu Əmrahın kinoları həmişə belə olurdu? Məni blok elədi küçüyə. Hansısı sözler var ya Allah hakkı. Sağ ol Günayım. Спасибо, как дела? Все нормально у нас. Дождь идет. Очень дождливая погода есть. Сейчас. Очень много дождь идет. At. Воздух. Arkadaşlar ləqəb koydular. O üstünü intelekt necəsə? Tortumuz gəlir. Qəşəng çayla içək bacı qurban. Da realna bacı qurban. Müjü çay koy. Əmrah'a lotka göndərən oldu. Hə, Lady'si göndərib. Titanic gəmisi göndərib. Muştuq var. Bir nəfər var idi. Mənim şəkillərimi, videolarımı söyüşlü mahnılarla paylaşırdı. Heç də gəlib xəbər verdilər ki, evini su basıb, suya düşmüş siçana dönüb. Əməl başlayıb su basıb sözü Titanic kinosu çəkmək olar orada. Qızlara dedilər, müjü, tort göndərək, tortla çay iç. Birinci güldüm, sonra süni intellekt, biraz pis oldum. Sonra qızlar dedilər ki, pis olma, o buna layiqli insan deyil. Boynunu büküb oturub, bilirsən ki, sənin əzivərə söz atırdı. Sən də yayına qoşulub ki, kəlmə qəşəng söz demişdin. Ad çəkməyəcəm. O, həmən o. Küçük Əmrah. Çay da qoydum. Tort gələnə kimi hazır olsun. Hə, onlar blok edirlər. Onlar düz söz danışanı zaten blok ayda, evinə gündədir, ilahi. İm. Az indi döndü, yine onu tok vurar onu. Vay ev nəyəməm, o idi. O ev işi getdi, o evin qurumağa getdi. Baş hərfi lazım deyil, küçük Əmrah. Əməldə o birisi fake'lə baxıram. Nəmə lazım, tok zat vurar, qaçırdı veriyərəm o hissəsini.
Hər vaxtınız xeyir. Əşya yazıqdır, spam eləməyim. Onsuz da Allahın spamına düşüb. Bəs mənim söyüşlü videolarımı, mahnılarımı yayan odur da. Pis bilmirəm qabağınıza çıxıb yoxsa yox. Bəs mənim söyüşlü mahnılarla şəkillərimi, videolarımı yayan onların komandasıdır da. X modlarım bir də bu. Əlbir olublar. De Allah deyir, Həzrət Abbas qapazı vurdu başından. Birinci getdi maşını ilə girdi moruqluğa. Dərs almadı. İndi də evini su basıb. Əməli başlayır, ev ələ sapa gələsidir. Təxliyə olundu ev. Allah üçüncüsündən qorusun. Hamısı o da onun ətrafıdır. Mən ondan bilirsən niyə şübhələnirəm? Çünki bu həmin o videoları repost eləyir. Bax, gəlin əyrə oturaq düz danışaq. Mənim o insanla, o videoları paylaşan insanla heç bir əlaqam yoxdursa, mən niyə o videoları, niyə Müjganın söyüşlə, söylə mahnılarla paylaşılan videolarını repost etməliyəm? Düz deyil. Hələ bir neçə səhifəni vurmuşuq. Müjgan Kayıt, paylaşanın biri gizlidir. Bugün o acı reallıq səhifəsini vurduq ha, mənim söyüşlü mahnılarla videomu paylaşırdı. İndi əxlaqsızlarla mübarizədir, nədir səhifənin adı? Bir səhifədir. Bugün Əli Gizlinin paylaşımını gördüm. Ki gizli profili girib, həmən paylaşmış şərh yerinə şərh yazıb. Bu vergi məsələsi var, dırnaq düzəltmək videomu paylaşıb. Gizli də girib, ora şərh yazıb. Özləri paylaşıb, özləri də şərh yazılar. Fake ilə paylaşım edirlər, öz səhifələrinə də girib şərh yazılar. Səhifənin adı yadımdan, Gizli ora şərh yazmışdı 4 saat bundan qabaq. O paylaşım onun işləridir. Gizlinin işidir. Nə edirsən and içirəm, gizli paylaşır. Adıma deyirlər, Gizli, sən mənə tıncıq qalmamısansa. Əvvəl dediniz kart qoyub pul yığışdırmışam. İndi öz sənətimlə işləyirəm, indi də mənim vergimi elişirlər. Ki Müjgan vergi vermir. Sən nə bilirsən, mən vergi verirəm, vermirəm. Sənə dəxlisi var. Sənə açot vermər. Bəlkə vergilərin səhifəsi əvəzinə sənə göndərməliyəm açotları. Bilirsən niyə o arada getdi gizli? Mən Arzu ilə dalaşanda bu məni atdı, satdı, getdi Arzuya yaltaqlandı. Arzu da buna mız qoymadı. Bu qaldı ortada. Deyir, Müjgandan da oldu, Arzudan da oldu, bildin? Bu qaldı ortada. Qaldı yanıqlı. Yəni, özü-özünə elədi. Müjgan ona heç nə eləmədi. Конечно, Arzu uşaq deyil. Bu qaldı ortada. Bu və bunun kimi 1-2-3 nəfər. Abi, təşəkkürlər. Urermen. Çox sağ ol abi, təşəkkür edirəm. Bunlar qaldı ortalıqda. Və beləncə mənimlə düşmən kəsirdilər. Halbuki mən bunlara heç də eləməmişəm. Mənim haqqımda irəli geri danışdılar. Bir-iki dəfə Amerika səhifəsi gəlmişdi mənim yayınıma. Səhifənin adı Amerika idi. Mənə gəldi hədiyyatdı. Baxdım ki, Gizli ilə Nelli mənim moderatorum ola-ola cəmaatın kişisini etiketləyib söyürlər. Özləri də içkiçəndir. Özləri Cəfərlə yayına qoşulublar, ağızlarını danışına bilmirlər. Cavabını verib yola salmışam ki, içkilisiz mənim yayınıma qoşulmayın, ağzınızın qatını dağıtmayın. Bütün 3-5 nəfər olmur da mənim yayınımda, çox adam olur. Götür Amerika səhifəsini etiketdə söy. Bu gədə də, bu Amerika səhifəsi, bunların badına yayınıma qoşuldu, məni söydü. Ki sənə də, sənin moderatorlarına da haqlı olaraq söydü ki, sənin yayınıma gəlib hədiyyə atıram. Sənin moderatorları məni niyə söyür? Dəfələrlə Sakonun yayımında da gedib söyüblər Sakonu. Sakonun moderatoru mənə screenshot eləyib göndərib ki, bu moderatorlar bu yığda başımızdan. Bu nə tərbiyəsiz adamlardır mov vermirsən. Gəlib biz cəmaatın çatında söyürlər. Dəfələrlə direktində yazmışam ki, abala eləməyin də moderator demək mənim adımı daşıyırsınız. Demirlər filan kəs getdi, filan kəsin çatında söydü. Deyirlər Müjünün moderatoru elədi. Onun üçün sənin adının 50, melli, velli, gizlin, açıq olmağı önemli deyil. Deyirlər Müjünün moderatoru. Ya moderatorum olma, ya da moderatorum olursa gerek bu şeye dikkat edəsən.
Çünki mənim adımı daşıyırsan. Onlar görürlər ki, sən mənim moderatorumsan. Canlı yayıb haqqında artıq əski danışırdılar ki, oğlanlarla PK eləyirəm, oğlanlarla görüşür. Vapevrat mənim görüşdüyüm mənim PK yoldaşlarım olub. Cəzalı PK oynamışıq, canlı yayını bir araya gəlmişik, yemək pişirmişik, demişik, görmüşük, qab yumuşuq, yəni pəncərə silmişik, hamısı canlı yayında olub. Özünüz deyirsiniz ki, biz ailəliyik, gecə saat 2-də 3-də salam verdim ki, oğlanların yayımına qoşulub mırt vuruldunuz. Sən onda ərin qeyrəti hara baxıldı? İndi mən ərsizəm, belə çıxanda mənim qeyrətimi çəkən ərim yoxdur. Yaxşı, subay qadınam, hə, deyirəm, gülürəm. Sizin əriniz var axı dediyinizə görə. O da dediyinizə görə, ya ərinizdirsə o da. Yəni bəziləri başqaları kimi cəmaatın ərinə ərim deyib yaşayanlardan deyilsinizsə. Yəni burada o qadınlar da var da, onun bunun ərinə ərim deyən qadıncığazlar da var. O qədərdir. 2 dəfə görüşdülər, deyilər ki, ərimdir, kocamdır. Allah qorusun, Allah hidayət eləsin bunları. Beləliklə bunları rədd eləmişəm başımdan, əl çəkmirlər. İndi əlbir olublar bu ilə, Küçük Əmrahla. Küçük Əmraha rədd cavabı vermişəm, yanıqlı qalıb məndən. Küçük Əmrah da kirayədə qalır. Kasıb oğlandır, başına çarə axtarır ki, pul qazansın. Gəldi, gördü ki, ev eşik zat. Müjganı sevən dəstəkçiləri var, 5-10 mat qazanır. Nə qəşəng, Müjgana 2 dənə taxta verim. Bunu qapazlayım. Mən dedi, evimi sataq şəhərdən ev alır. Evimi satım, keçəsən pulun dalına. Müjgan sənin kimləri üstü yaparaq üstüz gətirər. Ölmüşdü xan kişi. Gördüm, Müjgan bunun toruna düşmədi. Bu da bir tərəfdən məndən tıncıq qaldı. Düşmənlərin verdi əl-ələ. Əlbir oldu, bir ayı ilə doşan əlbir oldu. Başladılar mənim söyüşlə Instagramdan, Facebookdan sürprizdə zadda olan videolarımı götürüb söyüşlü mahnılarla paylaşmağa. Özləri də başladılar repost eləməyə. Ləlönlər, qaşqaldaqlar. Emilia, çox sağ olun. Muncuq yeməli düzdür, amma yemərsiz. Görüntü içində gülləri də hamısını çıxarıb, atarsız üstündə qalmaz şəkildən sonra. Amma yanındakı vafilər yeməlidir, qida içindir. Can, bacım bana muncuqlu vafili tort göndərib. Bəh, bacı ağzımın suyu axdılar. İki dəqiqəyə tortumuz çatır. Canay zərşim, mənim də fake'lərim atıblar bloka. İndi baxdığım fake'dən heç nə yazmıram. Heç kimdə takip eləmirəm ki, tutmasınlar ki, mənim fake'imdir. Süni intellekt, eşidirsən? Canlı yayın atıb, ölürəm. Belələri, evimi su basıb. Ev buraya kimi sudu belələri. Ekranı tıklayın. Efekti də qoymağı yaddan çıxartmayıb. Boğla. Su basıb, ekranı tıklayın. Bətməkdir. Sən bana söndür gedəmədim istədim. Vək də üzündə saluta vurur. Gavra çıxır. Görəndə tıx xanımın mütfilmi düşür yadım. O gedir özünü suya atır. Attılara deyir, gedib o sıçan bəyə deyərsən, pişik bəyə deyərsən. Az ölürəm az, nə qədər güldüm bugün. Həm pis oldum, həm gic gülmə tutub məni. Dişlərim vinil deyil, zirkon emaksiridir. 6-7 min qiyməti var ağzımın. Hədiyə yığıblar. Söhbət kimdən gedir? Çıxım. Tortumuz gəldi uşaqlar. Gedim tortu gətirim, gəlirəm. Bir də ekranı tıklayın qızlar. Tortu gətirim, gəlirəm. Azı Titanic kilosuna tortla çay içərcək baxaq. Gözlüyün gəlim. Gözü Titanic mantısına azlıq qoyub tortu götürüm, sonra mantı boşlayın. Pişik bəyə deyərsən.
Tortu gətirmişsiniz. İzləyicim, tort evin evçilər dedi ki, müşüm, o kino belə quru getməz. Tortla tortla çay içə bax. Qoy bir dənə mahnı qoşum, tortumuz da gəlir, dayan. Dayan bacım. Allah haqqı mırtığı. Tort sifarişi Neftçilər evinə təşəkkür edirəm. Can, nifek səhifələrinə, kaç səhifələrinə deyəcəm paylaşsınlar. Görün nə gözəldir. Toylarınızda, nişanlarınızda, xeyir günlərinizdə, şad günlərinizdə belə gözəl torta, həm gözəl görünüşlü, həm də gözəl dadlı, ləzzətli dadlı tort istəyirsinizsə, indi burada etiketləyəcəyim olan səhifəyə takip atırsınız və bu dadlı tortlardan nuş eləyərək yeyirsiniz. Mən buradan tort sifarişi Neftçilər səhifəsinə təşəkkür edirəm ki, bu gözəl tortu hazırlayıb mənə göndərib.
sifarişi Neftçilər evinə təşəkkür edirəm. O görmüş olduğunuz gözəl tortu mənə göndərdiyinə görə. Görün nə gözəldir. Toylarınızda, nişanlarınızda. Hay can. Hay can. Gözlə səsi bağlayayım, gözlə canlı. Gözlə, gözlə. Çıxartma səsi dayan. Hə, bu tortu kəsmək, tortu bəlkə gedəndə ora apararam. Prosto orada canlı aça bilməyəcəm. Bəs reklam eləməliyəm axı. Hara? Bir yer var ora. Bəs reklam. Dadına baxmalıyam axı. Zəhranın çox sağ olun. Bizim öz tort səhifəmiz var uşaqlar. Baxsa tort səhifələrini atın sizə. Kəs bir hissəsini apararsan. Yox, çəkməyini çəkmişəm. Prosto canlıda kəs bir qısaq heç nə olmaz. Bir dilim kəsim qalanını yarımçıq aparsam ayıb olmaz. Tortu göstərdi. Allah aşkına. Orada kəsərəm. Ayıbdır. Onda orada kəsərəm. Hörmətsizlik olar. Əsas videonu çəkdim, paylaşdım. Ayıbdır kəsmə. Elə bir yerə gedəcəm ki, o insan mənim üstündə çox böyük haqq var. Prosto burada deyə bilmirəm. Oraya gedəndə apararam. Yox, müəlliməm deyil. Müəlliməm üçün tort başqa göndərmişdilər. Qoyanda xaladenfi boşaldım, xaladenfi qoyum. Aşkım, tort evi Neftçilər. Onda alar sabahları kəsim, rəfiqəm burada at çəkə bilmirəm. Qonaq getməliyəm. Oraya gedəndə aparsam olar. Orada çəkib video paylaşa bilməyəcəm də, evindən tanıyarlar. Yox, arzudur. Can, öpürəm, tort sifariş. Çıxarım koridorda yeyərəm. Koridorda yeyərəm. Hə, koridorda yeyərəm. Koridordan kim tanıyacaq? Koridorda yeyib eləyərəm. Hə, eləyərəm. Koridorda yeyərəm. Evdən tanıyarsınız, koridorda yeyərəm. Deyərəm, oradan eləyərəm reklamla. Can, ama şişdim ha. Sana şişdim. Aslında bugün de gedə bilərəm. Prosto yollar yaman günlərdə çıxıb yolda qalaram. Arzu değil, başka adam. Bir daha alınmaz. 100%. Bacı birdən yaddan çıxar. Saat de, все. Sabah. Əslində mən bugün də gedə bilərəm.
Doğrusu yollar yaman gündədir. Qorxuram ki, çıxaram, suda qalaram. Yollarımız yaman gündədir. İndi gedin. Acıqa indi getməyim üçün gərək çimim eləyim, üç günündəyəm. Həm də demirəm, yollar yağışdır, pis gündədir. Saat günorta 2-yə hazır olar, 2-də tortu götürüm. Bacı, sənə də xəcalət verim, utanırım o boyda tortu əziyyət çəkib hazırlayırsan. Üzüm gəlmir axı deməyə sənə. İndi bir tort göndərsin, sabahda bir. Gəl belə eləyək, mən bunu apararam, sən mənə sonra yollayarsan. Sənin reklamın da ki, öz yerində bacın, sənin üçün bir ay yox, belə bir il reklamını eləyəcək. Can, bilirəm, ürəyim, sənin ehtiyacın yoxdur, amma sən ki, mənə belə jest edirsən, mən özümə borc bilirəm ki, o bir 5 nəfər də səni mənim yayımımdan tanısınlar. Mən onsuz da bu boyda tortu tək yeyə bilməyəcəm. Ayıb olar, ayıbdır. Yemə, özün alsın. Yox, bacı, yeməyim. Sabahları getdim, qonaq getdim, yerdə yeyərəm. Oradan da çıxaram koridorda, bir dənə video paylaşaram, belə eləyir. Yox bacı, mən sənə əziyyət vermək istəmirəm. Lütfə bu tortu aparım. Həm də çox gözəl tortdur. Orada yeyərəm. Qoyum, xaladelikə. İndi də yanım düşər əlimizdən, olsa gözlənəm istəyəm, deyəm. Sabah 100% göndərərsiniz. 100%. Yollayaram, yiyin. Bir dənə yollamaq yaddan çıxar. Həqqi yiyin. Yemə. Gəlin anket qoyaq. Ye deyənlər gülsün, yemə deyənlər ağlasın. Dayan, güzəlləşdir. Dayan, hanı anket? Anket qoy. Müjü, ye deyənlər gülsün, yemə deyənlər ağlasın. Ye sabahları göndərələr deyənlər gülsün, yemə deyənlər ağlasın. Ye deyənlər gülsün, yemə deyənlər ağlasın. Görək izləyici nə deyəcək? Tortu indi ye deyənlər gülsün, yemə deyənlər ağlasın. Sabah yersən deyənlər ağlasın. Ye deyənlər gülsün, yemə deyənlər ağlasın. Az mən tort evinə əziyyət vermək istəmirəm. Ye deyənlər gülsün, yemə deyənlər... Vallahi hamı deyir, ye. Vallahi yaram. Ye deyənlər gülsün, yemə deyənlər ağlasın. Ye deyənlər gülsün, yemə deyənlər ağlasın. Hamı deyir ki, kim? Of, ye. Onda sabahları göndərəcəyiniz tortun pulunu verərəm. Nə qədər eləyər? Yemə. Yemə. Hamı deyir, ye. Yox. Mən ən yaxşısı Angela şokolatım var. Bu ilə yeyeyim. Tortu sabah yeyərəm orada. Şokolatım var da. Canımsınız. Yoxsa əziyyət çəkib göndərib, yeməsən bayıb olur. Yesən bir ayıb, yeməsən bir ayıb. Yeyim, mətər elməz.
Tort sifarişi bacı. Sabah göndərəcəyim tortun pulu nə qədər eləyər?